Y bərabərdir arcsinus x funksiyasının törəməsinin 1 bölünsün kök altında 1 minus x kvadrat olmasını ispat edək. Əvvəlcə hər iki tərəfi diferensiyallayırıq. Yəni dy bərabərdir d arcsinus x. Bu da arcsinus x-in törəməsi vur dx deməkdir. Buradan dy bölü dx nisbətini tapsaq, arcsinus x-in törəməsinə bərabər olar. İndi y bərabər arcsinus x funksiyasının hər iki tərəfini sinuslayaq. Sağ tərəfdəki sinus arcsinus x ifadəsi x-ə bərabər olduğu üçün buradan sinus y bərabərdir x alarıq. İndi isə sinus y bərabər x ifadəsinin hər iki tərəfini diferensiyallayaq. D sinus y bərabərdir dx. D sinus y özü də kosinus y dy-ə bərabər olduğu üçün dy bölü dx nisbətinə 1 bölü kosinus y alarıq və dy bölü dx nisbəti üçün 2 ifadə alarıq. Bu ifadələri bərabərləşdirə bilərik. Bərabərləşdirsək alarıq. Arcsinus x-in törəməsi bərabərdir 1 bölü kosinus y. Kosinus y özü də kök altında 1 minus sinus kvadratı y-ə bərabərdir. Yuxarıda sinus y-in x-ə bərabər olmasını qeyd etmişik. Bunu kosinus y-in ifadəsində nəzərə alsaq alarıq. Kosinus y bərabərdir kök altında 1 minus x kvadratı. Beləliklə alırıq ki, arcsinus y-in törəməsi bərabərdir 1 bölünsün kök altında 1 minus x kvadratı. Teorem isbat olundu.